8-də. Please give me some more soup. Deyir ki, zəhmət olmasa mənə biraz daha artıq sup ver. Some more soup. Niyə bura some qoyduq? B ilə Y variantlarında törəmə var. Somethinglər birinci tərəfdə törəmələri çıxırıq. Bu bir. İkincisi qaldı bir A ilə C, bir də D variantları. Burada samlardır, burada isə N-dir. N-i niyə qoymuruq? Çünki bu təsdiq cümlədir. N-i burada işlədilə bilmir. Bu bir getdi. İndi gəlirik aşağı. Bax, sizin dediyiniz o bayaqki qayda bir cümlənin içərisində not var, hə? Not varsa nothing-i biz bura qoya bilmirik. Ona görə də biz hansı variantı götürürük? C variantı. Biz demişdik ki, uşaqlar sizinlə demişdik ki, biz N-ini əgər isim varsa N-i qoyuruq. Yəni N-ini isimsiz işlətmirik. Amma hansı halda isimsiz işlədirdik N-ini? Burada sup haqqında şu an görə. Ay, sağ ol. Yuxarıda digər bir cümlədə həmin isim haqqında danışır. Some more soup. Biraz daha artıq sup ver. Bu deyir ki, I'm afraid there isn't any. Qorxuram ki, heç yoxdur, heç qalmayıbdır. Yəni burada biz heç qalmayıb deyəndə nə qalmayıb? Yəni o nənin cavabı var da? Sup var. Söhbət supdan gedir. Ona görə biz burada yəni N-ini isimsiz işlədə bilirik.